Artıq saytımızda WordPress-i qurmuşuq. İndi isə sizə cPanel-siz necə dashboard-a girmək olar onu göstərəcəm. Bunun iki yolu var. Birinci yol VP admindir və ikinci yol isə VP logindir. Bunların hər ikisi də eyni yeri açır. Burada qeydiyyatdan keçən zaman usernames və password qoymuşduq admin panelə. Bura onları yazırıq və sizi başlanğıc panelinə atır ilk. Burada nələr var desəz, bu xoş gəldin yazısıdır. Bunu buradan bağlamaq olur. Eyni zamanda bu yazıları buradan da bağlamaq olur. Saytımızın sağlamlıq durumunu göstərir. Etkinliklərdir hal-hazırda. Silmək də olur. Hızlı taslak nə desəz, məsələn sizin bir ideyanız var, onu sürətli şəkildə buraya yazırsınız. Bu onu taslak şəkildə yada saxlayır. Eyni zamanda onları buradan açıb bağlamaq da olur. İkinci hissəsi yazılardır. Yəni sizin bir blog səhifəniz varsa, orada olan bütün yazıları buradan görə bilirsiniz. Eyni zamanda əlavə edə bilirsiniz. Ortam isə, məsələn, siz sayta bir şəkil əlavə edirsiniz, o gəlib bura düşür, kitabxanaya düşür. Eyni zamanda buradan da şəkil və ya video, səs faylı, hamısını buradan əlavə eləmək mümkündür. Səhifələr isə, məsələn, biz əsas səhifə yaradacağıq, sonra əlaqə səhifəsi yaradacağıq. Onların hamısı səhifə olaraq gedir. Burada bütün səhifələri görə bilirik, eyni zamanda yeni səhifə yaratmaq olur. Yorumlar isə istifadə üçün verdiyi yorumlardır. Onları yuxarıdan da görmək mümkündür. Görünüm isə bizdə olan temalardır. Burada eyni zamanda temaları seçə də bilirik və kodlaya da bilirik. Ekləntilər isə bizim bildiyimiz pluginlərdir. Buradan qurulu pluginləri əlavə eləmək, silmək və idarə etmək də olur. Plugin nədir desəz, məsələn, biz əlaqə formu yaradacağıq. O zaman əlaqə plugini əlavə edəcəyik. Bu bir növ WordPress-də gördüyümüz işləri sürətləndirmək üçündür. Əgər pluginlər olmasaydı, biz onların hamısı üçün kod yazmalıydıq. İstifadəçilər isə belə deyə bilərik. Məsələn, sizin bir xəbər saytınız var, orada editorlar və yazarlar olur. Onlara buradan hesab yaratmaq olur və yetki vermək olur. Məsələn, bir nəfər yalnız yazını yaza bilir, digəri isə redaktə edib paylaşmağı bacara bilir. Araçlar isə burada öz məlumatlarımızı çıxartmaq və ya daxil etmək mövcuddur. Saytın sağlamlığını görə bilərik. Temalar buradan da düzənləyə bilərik, yəni kod yaza bilərik. Ayarlar isə təməl ayarlardan söhbət gedir. Məsələn, sayt başlığı, adının dəyişməsi, loqo qoymaq. Oxuma isə məsələn, Google-un botlarının saytımızı oxuması üçün yönləndirmələr edirik. Və buradan da bunu kiçildib açmaq olur.